Selamun Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allah Azze ve Celle elimize bereket versin. İzləyicilərimizdən bəzi suallar var. İstəyirik ki, sualları bir-bir sizə təqdim edək və siz də Allahın izniyle suallara cavab verəsiniz. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Allah sizden razı olsun. Allah size de bereket versin. Buyurun bize kardeş. Sual belədir. Rəfiqəmin nişanı qaytarılıb. Əvvəl heç bir problem olmasa da, sonradan əhval-ruhiyyəsi getdikcə dəyişib. Və ətrafındakı hər kəslə, hətta oğlanın qohumları ilə də əlaqəsini kesib. Nişanın qaytarılmasında onları günahlandırır və haqqımı halal etməyəcəm deyir. Bu məsələ dində yer nədir? Bu halda necə davranmaq lazımdır? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. İlk olarak bilmək lazımdır ki, Allah Subhanahu ve Teala bütün feillerinde hikmet sahibidir. Allah-u Teala'nın hikmeti çok geniştir. Ola bilsin ki, hər hansı bir əməl olur, biz onun bəzi tərəflərini görürük, bilirik, çoxlu tərəflərini görmürük. Bu o demək deyil ki, biz bu məsələlərin hamısını bilək. Çünki Allah-u Teala'nın gizli-gizli yüzlərlə hikmətləri vardır. Bu birinci məsələ. Yəni Allah-u Teala feillərində hikmət sahibidir. İkinci məsələ bilmək lazımdır ki, İstərsə bu sualın sahibi və digər müsəlmanlar hər hansı bir işi istəyiriksə olsun, bu olmursa, mütləq ki orada bizim üçün xeyir var. Mütləq ki orada bizim üçün nədir? Xeyir var, yüzlərlə. Uca Rabbimiz öz kərim olan kitabında buyurur ki, Asa ən təkrahu şeyən və huvə xayrun ləkum və asa ən tuhibbu şeyən və huvə şərrun ləkum Vallahu ya'lemu və entum la ta'lemun. İstəyərdim ki, bu ayənin ətrafında biraz danışaq. Çünki olduqca mühüm ayətlərdəndir. Elə bu mövzumuzla bağlı bir ayədir. Baxın, Uca Rabbimiz buyurur ki, sizin ikrah etdiklərinizdə sizin üçün ola bilsin ki, xeyir var. Sizin xeyir işlərdə, xeyir gördüyünüz işlərdə nədir? Sizin üçün şərlər var. Yəni, sizin sevdiyiniz işlərdə sizin üçün şər ola bilər. Sevmədiyiniz işlərdə sizin üçün nədir? Xeyir ola bilər. Bu birinci məsələ. Ola bilsin ki, biz hansı bir məsələni istəyirik o alınsın, amma biz onun arxa tərəfini görmürük. Ərəblərdə belə bir misal var. Deyirlər ki, Əl-xeyru fīmə ixtarəhullah. Xeyr Allahın seçimindədir. Xeyr Allahın seçimindədir. Bir misal verəcəm. Misal üçün mən israrla nədir? Bir maşın almaq istəyirəm. İstəyirəm ki, o maşına alım, o maşını, yəni belə deyək, sürüm, xoşuma gələn bir maşındır. Bunun üzərində cəhd edirəm, çalışıram, nədir? Bu maşın alınsın. Bu da müxtəlif yollarla alınmır. Bu maşına mən nail ola bilmirəm. Siz deməyin, orada bizim üçün nə qədər xeyirlər var imiş. Allah-u Teala onu bilirdi ki, öz əzəli və əbədi elmi ilə Subhanahu Teala, o maşında mənim üçün xeyir yoxdur. Əslində burada mənim üçün xeyir var ki, Allah-u Teala onu mənə nəsib eləmir. Bəlkə o maşını mən alardım, Allah qorusun nədir? Üstündən bir müddət keçəndən sonra bir hadisə olardı, başıma bir şey gələrdi. Hansı yaxşıdır? Başıma bir müsibətin gəlməyi mi, yoxsa o maşının mənə nəsib olmamaq mı? Əlbəttə ki, nədir? Maşının nəsib olmaması. Ona görə biz hər hansı bir iş bizə müvəffəq olmursa, ona görə sıxılmaq lazımdır, üzülmək lazımdır. Çünki nəyə görə fikir verin? Allah Teala buyurur ki, sizin xeyir fikirləşdiklərinizdə, xeyir düşündüklərinizdə zərər var, zərər düşündüklərinizdə nədir? Xeyir var. Ayətin sonuna fikir verin, Mirzə qardaş. Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz isə bilmirsiniz. Siz isə nədir? Bilmirsiniz. Yəni Allah bilir Subhanahu Teala orada nə var. Başqa bir məsələ, özümü tuturam o müsəlmanlara, ümumi olaraq, istərsə sualın sahibi və digər müsəlmanlara, adətən bu hansı yerlərdə bizə lazım olur? Deyək ki, kimsə ailə qurur, onun evladı dünyasını dəyişir. Deyək ki, 1 yaşında, 6 aylığında, 5 aylığında və yaxud üzr istəyirəm anasının bətnində. Burada ata da, ana da nədir? Hüzün olurlar. Qəmgin olurlar. Bu şübhəsiz ki, bu olan bir şeydir. Yəni, bu ata-ana rəhmətidir. Allah-u Teala bütün müsəlmanları qorusun. Allah-u Teala gözəl gün güzaran nəsib etsin. Həmin vaxt fikirləşmək lazım nəyi? Mən sizə bir misal verəcəm. Allahın izi ilə ümid edirəm ki, bu misaldan sonra hər şey aydın olacaq. Yəni, biraz önce dediyim kimi, bu ata üçün, ana üçün sinə dağıdır bəlkə. Ürək dağıdır ki, evladı dünyasını dəyişir, gözünün qabağında. Düzdür. Lakin bilmək lazımdır ki, düşünün ki, o uşaq dünyaya gəldi, boya başa çatdı və nədir? Allah qorusun, bu dünyanı elə yaşadı ki, yaşayarkən. Uşaqdır, bilmək olmur. Valideyn çalışır ki, uşaq salih uşaq olsun. Salih olmadı. Deyək ki, Allah qorusun, şirk üzərində Allaha qovuşdu. Şirk üzərində dünyasını dəyişdi. Sizcə, həmin o valideynlər hansına razı olardı? Ata və ana.
evladının sabahları qiyamət günü gözünün qabağında cəhənnəmə atılmasına mı? Allah qorusun. Yoxsa nədir? Bu dünyada o uşağın kiçiklə dünyasını dəyişib, kiçik olarkən nədir? Cənnətə getməsini mi? Əlbəttə ki, nədir? Cənnətə getməsini. Allah Teala bizləri qorusun. Siz də bilirsiniz ki, Uca Rabbimiz Quran-ı Kərimdə buyurur ki, iki yerdə İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı Allah əsla bağışlamayacaq. Siz düşünün ki, Allah qorusun, həmin o uşaq dünyaya gəlirdi, sonra nədir? Şirk üzərində dünyadan köçürdü. Və bunu Allah Teala onu bağışlamayacaq. Və bu ata ana üçün qiyamət günü necə olacaq? Allah qorusun. Hansı yaxşı olardı? Düzdür. Üzr istəyirəm. Bu hər bir valideyn üçün ağır bir məsələdir. Yəni hər bir valideyn, hətta Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin evladları dünyasında yaşanda ona da ağır gəlir. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm evladını İbrahimi səhv eləmirəmsə qəbrə qoyarkən ağlayır. Gözləri yaşarır sallallahu əleyhi və səlləm. Bu peyğəmbərə ağır gəlsə, ondan sonra gələn insanlar üçün daha da ağırdır. Lakin bilmək lazımdır ki, burada xeyir var. Vallahi ki. Dönürük indi bu sualın sahibinə. Həmin o nişanın qaytarılması onun üçün, o insan üçün yüzlərlə orada xeyirlər var. O bilmir. Ola bilsin ki, o istəyirdi ki, belə deyək də, istədiyi adamla ailə qursun, onunla həyat yaşasın. Ona bilir ki, bəlkə o ailə qurandan sonra elə bir peşmançılıq olacaqdı ki, Allah qorusun. O deyəcək, kaş ki, mən bunu eləməzdim. Hətta biz bunu təcrübədən görmüşük. Dəfələrlə, neçə müsəlmanlar bunu danışırlar ki, nədir? Biz filan bir şey istəyirdik, filan ev almaq istəyirdik. Sonradan bir müddət keçib, bir il ki, dedik, əlhamdülillah ki, oranı almadım. Nə yaxşı oranı almadım. Və yaxud bir maşın almaq istəyirdik, nə yaxşı bu maşını almadım. İstənilən bir şey. Ona görə hər bir işdə xeyir var. Xeyir Allahın seçimindədir. Ona görə Allahın qədəri ilə, təqdiri ilə barışmaq lazım. Həm də ki, bu məsələ hansı məsələyə qayıdır? Bu qədər məsələsinə qayıdır. Allahın təqdiri, əlhamdülillah. Allah bizim üçün təqdir edib, orada bizim üçün yüzlərlə nədir? Xeyirlər var. Allahu Teala feillərində hikmət sahibidir. Nə eləyirsə mütləq orada nədir? Bizim üçün xeyirlər var. Bizim üçün orada nədir? Xeyirlər var. Ona görə o sualın sahibi buna görə üzülməsin, kədərlənməsin və Allaha həmd etsin. Ola bilsin ki, nədir? Allah-u Teala onun qarşısına daha başqa bir adam çıxardacaq. Bu deyəcək ki, əlhamdülillah ki, o insan alınmadı. Ola bilsin ki, gələcəkdə o görəcək onu. Bir məsələ var. Şərt deyil ki, biz onu görək. Hikmətin axırına kimi gedək biz sataq. Ola bilsin görəcək, ola bilsin görməyəcək. Amma mütləq ki, orada nə var? Xeyir var. Əgər bu alınmadsa, mütləq burada Allahın istəyi var. Allah daha doğrusunu bilir. Bəli. Barakallahu fikum. Digər suallara keçək. Bəzi ticarətlə məşğul olan müsəlmanlar, istər kişilər, xüsusilə də qadınlar, paylaşımlarında, yəni statuslarında arxa fonda musiqi və naşidlərdən istifadə edirlər. Bu məsələ şəriət baxımından nə dərəcədə doğrudur? Bu da günümüzün problemlərindəndir. Qlobal problemlərdəndir, Allah qorusun. Ümumiyyətlə, bilmək lazımdır ki, Allahın kitabına nəzər salarkən, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsinə baxarkən görürük ki, yəni bu, müsəlmanların icma etdiyi bir məsələdir ki, musiqi haramdır. Musiqi haramdır. Yəni, Quran-ı Kərimdən nə qədər ayətlər var, buna dəlalət edir. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm nə qədər hədislər var ki, buna dəlalət edir. Və bütün sahabələr, bütün İslam ümmətinin alimləri icma ediblər ki, musiqi haramdır. Qaldı ki, naşidlər məsələsinə, nəinki o ticari məsələlərdə və digər məsələlərdə də. Bəzən görürük ki, biz dərslərdə və yaxud hansısa bir məsələdə o musiqilərdən, naşidlərdən istifadə edirlər. Ümumiyyətlə, bu şeylərdən çəkinmək lazım. Yəni, naşidlər məsələsi elə bir məsələdir ki, Allah qorusun, bu elə bir problemdir ki, bunları illə mən rəhmə Rabbi. Rəbbimin rəhm etdiyi qullar istisnadır. Demək olar ki, ham bundan istifadə edir. Ham bundan nədir? İstifadə edir. Ona görə baxmaq lazımdır ki, biz həmişə, belə deyək də, bizim gücümüzün, qüvvətimizin olması üçün Allahın izi ilə. Biz həmişə nə etməliyik? Allahın kitabına, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sünnəsinə və sahabələrin fəhminə. O sahabələr ticarət etmirdilərmi? Edirdilər. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm vaxtında ticarət yox idi. Əlbəttə ki, hətta başqa ölkələrə gedirdilər ticarət üçün. Onlar nə cür edirdilər? Yəni, bunu, məsələni belə deyək də, özümüz üçün bir mənhəc etməliyik. Naşidlər, bugünkü naşidlərdən danışıram. Hansı ki, o musiqi sədaları altında adını naşid qoyublar. Əslində o musiqidir, əslində. Nədir? Əslində o musiqidir. Ələ bi zikrillahi tatmainnul qulub. Allah Teala buyurur ki, qəlblər ancaq Allahı zikr etməklə mutmain olur. Bir insana sual versək ki, amma insafla cavabındasın. Sən Quran-ı Kərimə də qulaq asanda, naşidə də qulaq asanda eyni rahatçılığı mı tapırsan? Cavab olaraq nədir? İnsafla cavab versin. Mən cavab istəmirəm. Cavab dinləyicilər özləri versinlər ki, desə ki, bəli, mən musiqiyə Qurana da qulaq asanda, naşidə də qulaq asanda nədir? Eyni rahatçılığı tapıramsa, deməli o məsələni başa düşməyib.
Yəni sözüm qobul səslənməsin, amma ki nədir? Bu məsələlərdən son dərəcə kimi çalışıb uzaq durmaq lazım. Yəni ticarət edirsiniz, Allah bərəkət versin. Allah Teala bol-bol ruzlar göndərsin. Oradan çalışıb haramlarla ümumiyyətlə nədir? Halallara yol yoxdur. İnsan bir işə başlayır, misal üçün bir dükan açır və yaxud bir deyək ki, ticarət eləmək istəyir, hansısa bir işi görmək istəyir. Ora haram qatandan sonra istərsəməz Allah qorusun, bir gün hardasa o öz işini görəcək, öz sözünü deyəcək. Ona görə çalışıb Allahın dedikləri kimi etmək lazımdır. Peyğəmbərimizin sallallahu aleyhi və sələmin bizə öyrətdiyi kimi. Bəli. Allah daha doğrusu bilir. Barakallahu fikum. Digər suala keçid edək. Sual verən deyir ki, sübh namazını qılmamışam. Yatıb qalmışam. Günəş çıxandan sonra oyandım, namazı qıldım. Namazdan dərhal sonra zikirləri etməliyəmmi? Yəni fərz olan namazın zikirlərini etməliyəmmi? Bəli. Yaxud sübh zikirlərini etməliyəmmi? Ümumiyyətlə sübh namazından sonra sübh zikirləri olur. Bu zikirlərin vaxtı nə qədərdir? Allah Teala yardım etsin. Ümumiyyətlə bu sübh namazına yatıb qalma məsələsi öz-özlüyündə bir problemdir. Allah Subhanahu taala bütün müsəlmanlara yardım etsin. Həmin. Yəni suala keçməmişdən öncə, daha doğrusu cavaba keçməmişdən öncə müsəlman bilməlidir ki, cemaat namazlarından yəni fəzilətini, cemaatla qılınan namazların nə qədər əcr var və həmçinin buna həris olmalıdır. Bacardıqca. Allah Teala buyurur ki: "Vattaqullaha mastatatum." Allahdan bacardığınız qədər qorxun. İnsan bacardıqca nə deyir? Həris olsun ki, sübh namazlarını cemaatla qılsın. Kimdəsə ola bilər. Yəni məsəl üçün hamımız insanıq, hamımız bəşərik. Kimsə yorğun ola bilər, kimsə səfərdən qayıda bilər və s. Yatıb qala bilər sübh namazında. Hətta bu Peyğəmbərimizin sallallahu aleyhi ve sellem vaxtında da baş vermişdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem özü də və səhabələr də nədir? Yatıb qalmışlar bir günləri. Orada məsələ nə cür nədir? Mirzə qardaş, orada məsələ tərtibatlandır. Misal üçün mən sübh namazına yatıb qalmışam. Qalxan kimi, yəni əgər vaxt çox keçibsə, başqa bir məsələ var, onu da gərək buradan onu zikr edək. Vaxt çox keçibsə, qalxan kimi nədir? Dəstəmaz alır. Evdədirsə azan verir. Sünnət namazını qılır, sübh namazının sünnəsini qılır. Çünki Peyğəmbərimiz də bu cür eləmişdir sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem Bilala əmr edir ki, azanı ver. Hətta onlar biraz uzaqlaşırlar olduqları yatıb qaldığı məsafədən. Sonra Bilal radiyallahu anh azan verir. Onlar sünnə namazlarını qılırlar. Sonra Bilal radiyallahu anh iqaməni verir, nədir? Fərz namazını qılırlar. Eyni ilə bu cür. Yəni azan verilir, sünnə namazını qılır. Sonra nədir? Fərz namazını qılır. Sonra nədir? Zikirlər məsələsində indi gələcəm. Bir məsələ var. Misal üçün biz yuxudan qalxarkən görsək ki, hələ də günəş tam çıxmayıb, elə bir vaxt ki, 5 dəqiqə qalıb, 10 dəqiqə qalıb, 7 dəqiqə qalıb namazın çıxmağına, o vaxt nədir? Qalxan kimi fərzi qılsın. Qalxan kimi fərzi qılsın. Orada nədir? Çünki iki dənə məsələ var. Bir məsələ odur ki, ümumiyyətlə kimsə sübh namazının sünnətini qılmazsa, neyləməlidir? Fərz namazından sonra qılsın. Misal üçün mən məscidə girmişəm, məscidə daxil oldum, gördüm ki, iqamə verilir. İqamə verilir, mən imamla bərabər fərz namazını qılıram. Sonradan üstündən imam salamlaşandan sonra qalxıram, 2 rükət nədir? Sünnəni qılıram məsciddə. Və yaxud gözləyirəm həmin bu 2 rükət namazı günəş çıxandan sonra duha vaxtı qılıram. İndi məsələ nədir? Kimsə yatıb evində qalıb, qalxır görür 5 dəqiqə qalıb, 7 dəqiqə qalıb, 10 dəqiqə qalıb, həmin vaxt nədir? Qalxan kimi dəstəmaz alıb fərz namazını qılsın, sonra sünnəni nədir? Sonra sünnəni qılar, hansı günəş çıxandan sonra. Günəş çıxandan sonra. Nəyə görə deyirəm burada? Çünki o günəş çıxan vaxtı qadağan olan bir vaxt var. Namazın qılması. Amma bu fərzlərə aid deyil. Fərzlər nədir? Fərz namazı vaxtında qılmalıdır. Ona görə deyirəm, qalxan kim nədir? Fərz namazını qılsın. Zikirlərə gəldikdə, eyni ilə yəni başqa cür adəti üzrə olan namazlarda nə cür idi? Namazlara qılırıq, sonra zikirlər edirik. Sübh namazının zikirlərini də, bir də səhər zikirləri gəlmiş suallar, deyil mi? Səhər zikirlərinin də haqqında elm əhlinin, alimlərin bəzi deyimləri var. Allah daha doğrusunu bilir. Saat 10-a kimi, 11-ə kimi vaxt var. Yəni duha vaxtından sonra saat 10-a kimi, 11-ə kimi. Lakin bir şərtlə bu davamiyyətli bu cür olmaz. Yəni bəzi istisna hallar baş verərsə, məsəl üçün yorğunçuluq baş verir və yaxud sualda keçən kimi kimsə yatıb qalıbsa və s. Bu hallar baş verərsə nədir? O zaman saat 10-a kimi, 11-ə kimi səhər zikirlərini etmək icazədir. Allah daha doğrusunu bilir. Bəli. Yəni, barakallahu fikum. Barakallahu. Digər sual belədir. Elm tələb edirəm, lakin müvəffəq ola bilmirəm. Bunun səbəbi nədir? Bu haqda geniş danışa bilərsinizmi? Mən nə edim ki, faydalı elmə müvəffəq olum? Ümumiyyətlə, istərsə elm tələbəsində, istərsə də digər ibadətlərdə müvəffəqiyyət Allahdandır. Allahdan tövfiq istəmək lazımdır. Allahdan gecə gündüz istəmək lazımdır ki, Allah Teala müvəffəq etsin.
Amma elm tələb etmək məsələsinə gəldikdə sualda necə keçirdi? Müvəffəq ola bilmirəm. Bəli. Yəni çox vaxtlar bu məsələ hara qayıdır? Çox vaxtlar bu məsələ qəlbə qayıdır. Allah Teala bizim qəlblərimizi islah etsin. Həqiqətən. İnsan gərək belə deyək, elm öyrənməmişdən öncə qəlbini islah etsin. Allah Teala o qəlblərdən qorusun ki, o qəlblərdə həsəd var. O qəlblərdə nə var? Təkəbbürlük var. O qəlblərdə başqalarından xeyir istəmək var. Yəni elm tələbəsi bu məsələlərə ciddi şəkildə fikir verməlidir. Mən niyə görə elm öyrənirəm? Bu maraqlı sualdır. Hətta bizim müəllimlərimiz, Allah onlardan razı olsun. Allah Teala bütün şeyxləri, müəllimləri, alimləri qorusun. Həmişə bizə belə suallar verirdilər. Deyirdilər ki, misal üçün gəlmirsən, oturmursan dərsdə. Həmin bu vaxtını sən ailənlə keçirə bilərsən. Üzr istəyirəm, yoldaşınla, uşaqlarınla düzü. Əziyyət çəkmirsən, gəlmirsən. Dərsin ortasında, əgər 40 dəqiqəlik, 1 saatlıq dərsdə bir sual ver özünə. Niyə görə buraya gəlmişəm? Əgər sənin ora məqsədin gəlməkdə, belə də deyirdilər bizə, müəllimlərimiz ki, məqsədin orada gəlməkdə odur ki, Əhməd, Zeyd, Muhammed desinlər ki, Amid də gəlib, Mirzə də gəlib, misal üçün, bu dərsə gəlməməyin daha yaxşıdır. Allah qorusun. Bizim birinci niyyətimiz nədir? Elm öyrənməkdə Allah üçün olmalıdır. Mən elm öyrənim ki, sabahları mənə müəllim deyilsin. Mən elm öyrənim ki, başqa elm tələbələrindən üstün olum. Mən elm öyrənim kimlərsə bağlayım. Mən elm öyrənim ki, fəsahatlı danışım. Cəmaatı danışığımla aldadım, Allah qorusun. Bu hallar yaxşı hallar deyil. Yəni, ola bilsin ki, insanlar səni zahirən görürlər. Amma sənin qəlbindən xəbəri yoxdur insanlar. Elə müvəffəq olmamağa da səbəb budur ki, sənin qəlbini insanlar görmür. Fikrimi çatdıra bilirəm? Sənin qəlbini Allah görür, subhanahu teala. Sən nəylər orada fikirləşirsən? Orada nəylər yatızdırırsan? Nəylər çevirirsən? Subhanallah. Qəlb həqiqətən nədir? Həddindən artıq mühüm məsələlərdən. Vallahi, qəlbə son dərəcə kimi fikir vermək lazım. Allaha dua etmək lazım ki, Allahım, qəlbimi təmizlə ya Rab. Çünki elm öz-özlüyündə nədir? Nurdur. Elm vəhidir. Sizə bir hədisi danışacağım. Hədis Sahih Müslimdə keçir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Cəbrail aleyhissalamla vədələşir ki, misal üçün belə deyək də, misalı tam yaxınlaşdırmaq üçün belə bir misallar verən, Sahih Müslimdə keçir hədis, olmuş bir hadisədir. Cəbrail aleyhissalamla deyək ki, zöhr namazından sonra görüşməliydi. Peyğəmbər sallallahu aleyhi və səlləm evində gözləyir. Gözləyir, Cəbrail aleyhissalam gəlmir. Axırda evindən çölə çıxır ki, Cəbrail niyə gəlmədi? Subhanallah, bir dənə buranı gözümüzün qabağına gətirə bilirik. Yəni, göy səmasının əmini olan aleyhissalam Cəbrail və yeryüzünün əmini olan Muhammed sallallahu aleyhi ve sellem. Onların arasında görüş olacaqdı. Subhanallah. Və Peyğəmbər sallallahu aleyhi ve sellem evindən çıxanda gözü sataşır ki, evində nə var? Kravatın altında kiçik bir, özünüzdən razı olsun, kiçik bir it balası. Küçük. Və bunu soruşur ki, yoldaşından Ayşə anamızdan radiyallahu anhədən, bu hardan gelib? O da deyir ki, mənim də bundan xəbərim yoxdur. Və əmr edir ki, bu itin küçüyünü oradan çıxarsınlar. Cəbrail aleyhissalamla görüşəndə deyir ki, səninlə deyir, görüş təyin etmişdim, amma sən vaxtında bir mənada, vaxtında gəlmədin. Cəbrail aleyhissalam deyir ki, biz deyir mələklər, itlər olan evə və insan şəkilləri olan evə girmirik. Fikir versiniz. Biz mələklər, itlər olan yerə, bir də nədir? Şəkillər olan yerə gəlmirik. Baxın, Şeyxülislam İbn Teymiyyə, Allah ona rəhmət etsin, burada gözəl bir faydanı gətirir. Deyir ki, Cəbrail nə ilə gəlir həmişə? Cəbrail İslam nə ilə gəlir? Vəhi ilə. Nurla. O nur, o vəhi it olan yerə girmədi, daxil olmadı. Surət olan yerə, it olan yerə nədir? Mələklər gəlmir. İndi bu vəhinin yeri, nurun yeri haradır? Qəlb. Görün nəyi hardan, neyini, subhanallah. Şeyxülislam Allah ona rəhmət etsin. Necə istinbat edir? Necə burada məsələni yaxınlaşdırır? Madam ki, deyir, o qəlblərdə də təbir doğrusu, o itlərdən varsa, o itləri təmizləmək lazım. O qəlblərdən o itləri çıxarmaq lazım. Hətta ora nə girsin? Elm girsin, nur girsin. Nəyi nəyə müqayisə elədi? Qəlbləri evlərə müqayisə etdi. Həqiqətən qəlblər belədir. Qəlblərimizi təmizləməliyik. Qəlblərimizi təmizləməliyik nədir? Bütün məsələlərdən. Xüsusən də həsəd məsələsini Allah qorusun. Həsəd etmək. Yəni, həsəd etdikdə, İmam İbn Bəz rahiməhullahın belə bir sözü var. Deyir ki, həsəd edən insanlar
Əslində onlar özləri bilmirlər. Allahın təqdirinə, qədərinə qarşı çıxan insanlardır. Sizcə necə? Bu cürünə ki, Allah Teala məsələn Mirzə qardaşa hansısa bir məsələ nəsib eləyib. Düzü, bunu ona nəsib edən kimdir? Allah. Mən həsəd edəndə Mirzəyə kimə həsəd edirəm? Kimin feilinə əl atmış oluram Allah qorusun? Allahın. Allah qorusun. Məsələ olduqca təhlükəlidir. Yəni Allah Teala Mirzə qardaşa misal üçün Quran əzbərləməyi nəsib edir. Allah Teala hər birimizə nəsib etsin. Mən də gecə gündüz ona həsəd edirəm ki, Mirzə qardaş Quran hafizidir. Bunu ona nəsib edən kimdir? Allah. Sən Allahın qədərinə mi çıxırsan? Allah qorusun. İnsan özü bilmədikdən, bilməyə nədir? Özünü Allah qorusun nədir? Təhlükələr atır. Ona görə qəlb məsələləri olduqca mühümdür. Elm tələbəsi gərək həmişə nəyi fikirləşsin? Məni örgədən, bunları mənə bəxş edən kimdir? Allahdır. Mən də bunu nə etməliyəm? Allahdan istəməliyəm. Qəlbimin təmizlənməsi. Çünki qəlb təmiz olmasa, bayaq dediyim kimi, insanlar səni görürlər belə zahirən, amma sənin qəlbində olanlardan Allah xəbərdardır. Allah sənin qəlbində olanlara hökm verir Subhanahu wa Taala. Elə siz deməyin müvəffəq olmamağın səbəblərindən biri buymuş ki, axı insanlar səni görmür. Misal üçün Əhməd, Muhammed, Mirzə qıraqdan baxır ki, niyə görə bu insan müvəffəq ola bilmir? Axı biz onun zahirini görürük. Qəlbində nəylər daşıyır bir Allah bilir. Qəlbində nəylər daşıyır bir Allah bilir. Ona görə qəlblərimizi həmişə Allahdan istəməli ki, Allahım qəlblərimizi təmizlə. Allahümmə tahhir qalbi. Bu duanı çoxaltmaq lazım. Allahım qəlblərimi təmizlə, qəlbimi təmizlə. Allahümmə tahhir qalbi. Allahümmə tahhir qalbi. Bu duanı bir dəfə dərslərin birində də demişdik. İmam İbn Bəz rahimehullah həmişə çox eləyərdi. Allahümmə tahhir qalbi. Allahım qəlbimi təmizlə. Ya muqallibəl qulubi səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allah, qəlbimi dinin üzərində sabit et. Ona görə elm tələbəsinə lazım olan məsələ nədir? Hardan başlamalıdır birinci? Qəlbdən. Qəlbini islah eləsin Allahın izni ilə. Allahdan istəsin ki, qəlbi təmiz olsun. Sonra nədir? Onun üçün asanlaşacaq. Vallahi, ağlına gəlməyən yerdən Allah ona qapılar açacaq. Ağlına gəlməyən yerdən. Amma ki, o cürünə qəlb daşımaqla içində həsəd, içində təkəbbürlük, içində insanlara yuxarıdan baxmaq, insanlara xor baxmaq, bu müsibətdir, Allah qorusun. Nə badə nədir? İnsanlara yuxarıdan aşağı baxmasın. Yadıma gəlir, bizim elm tələbələri qardaşlarımızdan bir danışırdı. Deyir ki, mən bir dəfə deyir, dostumla deyir, sübh namazında görüşdüm. Mən deyir, davam etdim, deyir, məscidə gedirdim deyir, sübh namazına gedirdim. Və bir də deyir, o dostumu gördüm. Gördüm ki, o 3-4 gündür gəlmir artıq deyir, sübh namazına, fəcr namazına. Dedim ki, bəs cəmaatın içində subhanallah. Dedim ki, bəs niyə görə sübh namazına gəlmirsən? Cəmaat hamı məscidə gəlir, sən haradasan bəs yaxşı? Subhanallah. Deyir, o sözümə görə Allah Teala mənə cəza olaraq deyir, bir ay deyir, fəcr namazına gedə bilmədim. Bir ay deyir, nədir fəcr namazına gedə bilmədim. Ona görə insanlara xor baxma olmaz. İnsanlara yuxarıdan aşağı baxma olmaz. İnsanlara nədir? Rəhmət gözü ilə baxmaq lazım. Sən elm tələbəsisən, nümunə olmaz. Həqiqətən elm tələbəsi gərək seçilən birisi olsun ki, qəlbi ilə, əməlləri ilə Allah Teala hamımızın qəlblərimizi islah etsin. Amin. Allah daha doğrusu bilir, bəli. Allahdan salamatlıq və afiyyət diləyirik. Bəli. Digər sual belədir. Qaynətam evin içərisində siqaret çəkir. O musiqiyə qulaq asır. Bəli. Bu da mənə və övladlarıma pis təsiridir. Dəfələrlə yoldaşıma bu barədə atası ilə danışmağı xahiş etmişəm. Lakin yoldaşım buna əhəmiyyət vermir. Belə olduğum halda çıxış yolu nədir? Mən nə etməliyəm? Allah yardım eləsin. Allah kömək olsun. Amin. Bilmək lazımdır ki, tək bu sualın sahibi deyil. Belə insanlardan yüzlərlə belə insanlar var. Ümumi olaraq əslində bir neçə cavablar vermək olar. Sadəcə olaraq bilmək lazımdır ki, Allah duaları qəbul edəndir. Allah duaları qəbul edəndir. Oca Rəbbimiz Quran-ı Kərimdə bizə neçə ayətlərdə xəbər verib ki, siz dua edin, mən sizə cavab qaytaracağam. Və qalə Rabbukum ud'uni əstajib lakum. Rəbbiniz dedi, mənə dua edin, sizə cavab qaytaracağam. Və idə səələkə ibadi anni fə inni qarib. Qullarım mən səndən soruşur, mən onlara yaxınam. Və s. bu kimi ayətlərdən çoxdur Quran-ı Kərimdə. Birincisi Allaha dua etmək. İstərsə qaynatasının islahı üçün, istərsə yoldaşının, istərsə özünün islahı üçün nədir? Allaha dua etmək. Çünki müsəlman həmişə çalışmalı nə olsun? Sülh olsun. Yəni dava dalaş etmək Allah qorusun, ona heç kim xeyir tapmır, belə deyil mi? Kimsə dava dalaş edir, daha da fitnələr artır. Çalışmaq lazımdır ki, islah olunsun. İslah olunsun. Yəni Allaha dua etmək. Allah o insanın qaynatası olsun və yaxud başqa da adamlar olsun. Hətta biz özümüz kim olursa olsun. Bizim qəlblərimiz Allahın əlində, düzü. Və yaxud qəlb haqqında danışdıq. Bizim qəlblərimiz Allahın əlindədir. Allah istədiyi yerə çevirir. Allaha dua etmək lazımdır. Allahım o insanı islah elə. O insanı nədir? İslah elə. Sonra səbr etmək. Səbr etmək. Düzdür, bu ilk olaraq deyəndə ki, səbr etmək insanlara ağır gəlir. Amma səbr etmək daha xeyirlidir.
Sülh etmək daha xeyirlidir. Allah Teala buyurur ki, "Və sulhu xeyr." Sülh deyiləndir, xeyirdir. Səbr etmək lazımdır. Quran-Kərimdə 60-dan çox səhv etmirəmsə, səbr haqqında ayətlər keçir. Ona görə Allah Subhanahu taala nə edir? Həmişə müsəlmanları səbrə təşviq edir. Çağırır ki, insanlar, müsəlmanlar səbirli olsunlar. Səbirli olub dua etmək Allaha. Allaha dua etmək ki, Allahım islah elə. Yəni bu çox davam eləməyəcək. Ola bilsin ki 1 il, ola bilsin ki 5 ay, ola bilsin 6 ay. Bir də görürsün insan tələskənlik edir, nəyləsə edir, Allah qorusun. Sonradan nədir? Fəsad olur. Sonradan o fəsad da fayda vermir. O tələskənlik də nədir? Sonraki peşmançılıq belə bir misal var. Fayda vermir, düzdür? Ona görə səbr etmək daha yaxşıdır. Və bir müddət keçəcək, deyəcək ki, elhamdülillah ki, mən səbr etdim. Elhamdülillah ki, mən dua etdim. Duanın da məqamları var. Ən yaxşı məqamlardan da hansı ki, sizin də bildiyiniz kimi səcdələrdə Allaha dua etmək. Səcdələrdə duanı çoğaltmaq lazım. Xüsusən də imkan daxilində gecə namazlarına. Yəni gecənin 3də 1-də qalxmaq, sübh namazına 40 dəqiqə qalmış, yarım saat qalmış, Allaha dua etmək. Yəni Allah Subhanahu taala'dan istəmək ki, Allah halımı sən bilirsən. Halımı sən görürsən. Xüsusən də mən qadınam, əlimdən heç nə gəlmir. Nə etməliyəm? Yəni Allah daha güclüdür. Allah daha güc qüvvət sahibidir. İnşallah ki, Allah Subhanahu taala bir çıxış yolu göstərəcək. Səbir, dua etmək və Allahdan həmişə nədir? Təmkin diləmək, dözüm diləmək. Allah daha doğrusu bilir. Suallarımız bu qədər idi. Allah sizə bərəkət versin. Allah sizi ucalsın. Amin. Allah sizdən razı olsun. Allah sizdən razı olsun. Barakallahu fikum. Subhanakallahumma ve bihamdik. Əşhadu an la ilahe illa ente. Estağfiruka ve etûbü ileyk.